gəl çıx da. Sənin barda dava eləyən vaxtında düşmüşük küçələrə. Yaxşıyam, qadan qalın. Şükür, səsini eşitdim, rahat oldum. Ay sağ ol, bu başqa məsələ. Nərmin gedib danışanda az qala Nərmin öldürürdün, Sən Nərmin deyilsən də. İxtiyarlarmı? Biz boşanmaq nədir? Qaqa, görünür evli olmuşsunuz, amma ailə olamamışsınız. Yenə də evlənmədən olmaz söhbəti. Aydan çox qəribə toxundu sənə. Nərmin, düşünürdüm ki, ciddisiz. Hər halda ciddi Aydan. Nədir, nə çalışırsınız məndə? Allah səni də bəlanı versin, knyazın da. 2 saatdır qapını döyürəm, aç da. Rauf, sən nə edirsən burada? Necə təklifdir? Nətər olacaq o? Sən Nərminə işini deməmsən? Deyəsən, mən özünüzdən səhv salırsınız, ha? Mən kimisə sözünü ona buna çatdıran adam oxşuyuram. Yaxşı da əsəbləşmə, nə dedim sən əmə? Bax, mən bilirəm ki, sən yaxşı insansan, ürəyi təmizsən. Ona görə də istəyirəm ki, mənim dostumun yanında sənin kimi oğlan olsun. Rauf kimi yox. Sən də padroya qədir bilə olmuşsan, ha? Elə bir ki, çox uzatdıq, Bax, sən bura niyə gəlmişdin, ha? Nərminlə tanış olmağa, sevgili olmağa, düzdür? Mən indi sən məqsədivə çatdırıram da, nə istəyirsən bunu artıq? Söhbət məqsədə çatmaq deyil, Söhbət o məqsədin nətər, hansı yolla çatmaqdır. Gəlsən mən deyənlər elə, hər şey yaxşı olacaq. Sənin dediklərini eləyəcək qədər sənə güvənmir. Bəri dur qaqa. Mənə bax, bu məsələ birdən pulda dolar, ha. Puldursa, qəti problem deyil. Səndə nə qədər var? Şəngülüm, sən məndən özünü səhv salırsan, ha? Evinizdə 5 manat pul var, elə bilirsiniz, elə hamını ala bilərsiniz. Bu nə aqressiyadır mənə qarşı, qaqa? Kolumu qırdı, nə? Variantdır da, atıram ortaya da, bəlkə nəsə həll elədi. Səhv adama müraciət eləmişsiniz. Mən sizin bildiyiniz adam deyiləm. Tüpürüm elə sizə də, sizin kurğuza da, elə Raufa da. Bir də mənə narahat eləməyin. Pul məsələsini demək vacib idi. Neyniyim, dedim, bəlkə nəsə kömək eləyərəm. Uzundan da öldüm, Aslan çağıraq bəlkə nəsə deyə, ac döysə. Zəhər ye. Pul var idi səndə? Bəli. Yox, narahat olmayın Orxan mən, narahat olmayın. Daverin adamdır. Əlbəttə mən onunla danışdım, bəli. Bəli. Gəlin belə eləyək də, onda biz sabahlar onsuz da görüşürük də. Sabah elə istəyirsiniz, göz-gözə danışarıq. Oldu. Sağ olun. Nasıl oluyor şimdi? Ne nasıl oluyor? Uyuyor musun mesela? Yok hayır, uyumuyorum. Sen buradayken niye uyuyorsun? Senin gibiler masallarda. Aşdan onu ixtiyar. Alo. Qadın xaylağı da döysən ki, deyim belə vaxt oturub türk seriallarına zada baxsan. Abala, niyə yatmısan? Xəbərin var, sabah 8-də işdə olmalısan. Yox, narahat olma əmr. İndi yatacağım. Narahat olma, sabah saat 8-də oradayım. Sabaha kadar. Yaxşı. Bir də yaxşı yadıma düşdü. Bu pravanı götürməyi yaddan çıxartma, sabah işimiz çoxdur. Başdır, 100%. Oldu, yıxıl yat. Oldu. Gəlin xeyrə, davay, görüşərik. Qadan yalarım, davay. Bu bir ədəb səhnələr zadına təşəkkürlər. Bəruz, bu şunu zadda bunlar həqiqi öpüşür, yoxsa nətər? İstərsə 100 min versələr öpüşməzsən. Yox, mən oraya öpüşürüm, başım xarabdır. Bir dənə qızın mesajı ilə durub Bakıya gəlmişsən, oradan çapa-çapa. Yox, 100 minə öpüşmür. Allah bilir nə ararsan sən 100 minə. Bu nə danışıqdın? Onunla birdir, ağzıma gələn danışırsan. Mən pula görə gəlmişəm bura. Həqiqi 100 min verirlər bu ara. Aşağısı. Qanım qaralı ya. Gör. Cəmaat 100 min nətər qazanır. Nəsə qaqa, mən gedim yatım. Ara, yox,
Kinoya baxaq da, iş olmaz. Maraqlı yerlər var indi. Qorxursan eləmi? Ayğına qorxma, prosta oturmuşuq kinoya bu boyda semişka, çips zad nə olur? Bəs də, qorxursan kişi kimlərdən qorxuram. Can mən bilmirəm sən qaranlıqdan qorxursan. Qorxuram ixtiyar. Hə, yaxşı sana bax, kinoya bax, yaxşı. İmkan vermə ha, yataq dincələk. Kinoya baxırıq. Əmə 100 mini bunlara kart atırlar yoxsa belə əlbəl verirlər? Belə öpüşən kimi sıracı yerində yoxsa? O təklifim hələ də keçərlidir ya. Eyni ev, fərqli otaqlar. Rauf. Danışdıqda bağladıq o söhbəti. Yaxşı. Hələ ki Aydanla qalım bir neçə gün. Ondan sonra özüm ev tapacağam, çıxacağam buradan. Nə deyirəm? Olsun elə. Amma sən çox yaxşı adamsan. Sizə layiq olmağa çalışırıq. Gedəcəm, hələlik. Hələlik görüşürük. Özündən müğayət ol. Sən də. Ayağı biraz işləyəm, başım qarşı işlər azada işə düzəlmişəm. Hə, sağ ol, sağ ol. Boş, mən işdən çıxım yığaram sağa. Oldu, davay, qadan qalaram, görüşərik. Davay, hələlik. Gəlibsən? Hə, gəlmişəm. Alal da məsuliyyətsən, nətərsən, nə var, nə yox? Sağ olam, sən nətərsən? Yaxşı, yaxşı. Hə, əmi, mən hazır, nağarıq, nə deyirsən eləyək? Yaxşı. Ki, mən sana deyim, nə etmək lazımdır? Amma diqqətlə qulaq as, yaxşı? Maşının bagajında, diqqətlə qulaq as. Çantalar var, içində də, onun üstündə də ünvanlar var. Götürürsən onların hamısını birə-bir aparıb satdırırsan adreslərinə. Yaxşı? Bu qədər. Belə bu? Əmi, bu nədir ki, bu mənim əlimdə 2-2-dir. Yox, indi asan gələ bilərdi. Amma bu işdə 2 dənə qayda var. Yadında saxla. 1. Kəməri bağlıysan, narşın eləmisən. Yaxşı? Bax, biz məsuliyyətli şirkəti, özün də bilirsən də. 2. Çantaya baxmaq olmaz. Əmi, mən narahat olmayayım, mən ümumiyyətlə qayda qanundan yaşlı adamam. Kəmər, zat, qayda qanun hamısına baxacam, narahat olma. Və 2-ci qayda? Əmi, sən elə danışırsan ki, mənim nəyimə lazımdır. Sən Allah, asaram içində cırılan, qırılan şey olar, nəsə olar, qalar boynuma. Sən Allah, məndən uzaq elə. Arxan öyle, narahat olma. Onda şu. Nə qədər məsuliyyətli olasan, o qədər yanında olsun. Söyüşə başlaya bilərsən, telefonu açıq saxla. Yaxşı? Şu aşağı mən demişəm, bir dənə davernis məsələsini həll elə işə başla. Yaxşı, oldu əmi, davay. Oldu, sağ ol. Hazıram mən, çıxaq. Bir dəqiqə gözlə çıxaq. Tez ol, tez ol. Ay, qız yadımdan çıxdı sən demək. O gün sən kimi görmüşəm. Kimi? O ixtiyar var idi. O kətçi qaqaşı deyildi. Bildim. Əməlli adam oxşayırmış. Bəzənib, eləyib, geyim, keçim, belə qəşəngləşib. Harada gördün ki? Şeydə, bu kafedə dostumla oturmuşdum. O da oradaydı. Belə baxdım ki, əməlli başda özünü tutub. Deyirəm, əlin düşüb ha oğlana. Pul verəndən özünü tutub. Arada mənə də ver də. Nə baxılıqdır. Ay qız, mən ona pul zad verməmişəm. Bəs Rafa demədin ki, ona pul vermirsən. Aydan, xahiş edirəm, bir də açmayaq da bu söhbəti olar. Onsuz güclə bağlamışam. Mən ona təklif elədim, o götürmədi. Mən neyniyim? Dayı Rafa da elə dedim ki, uzatmasın söhbəti. Anladım. Heç nə, hazırsansa gedək. Bəli, ağsaqqal. Hə, ağsaqqal, mən qoymuşam. 2011 Ağ Chevrolet. Canı. Ağsaqqal, görəm mərfətli adama oxşuyursunuz, belə qabiliyyətli insana oxşuyursunuz. Ağsaqqal, belə deyim, 16 minə qoymuşam. Amma sizə yaxşı bir endirim eləyəcəm.
Hə? Nə deyirsən, hə? Hə, yervi denən. Yervi denən. Hə, yervi denən hardasan sən? Sən əməlli başın getdi sən. Qoca gəlib sən dağdaram orada. Sən adboy ver də mə? Xiyara bax ya, nə tər əsəbləşdirdi məni? Nə oldu? Hala səhərdən normal danışırdınız ki. Telefon ver mənə belə o 211 ilə yığım ona. Nömrə ver. Ver biraz. Yəni yığarsan, Kərim. Hə. Bir dənə qapının ağzından kuryer sənə gözləyir, paket var, onu götür gəl də başladı. Buradadır. Hə, burdadır qapının ağzında. Şəkərim düşdü ya. O dur tez elə dondu camaat. Rəfdə. Davay gözləyir zaman. Əsəbi tapirim mənim. Davay tez elə. Qayaş götürdü. Bir dənə kartı ulat mənə, çay boy göndər bura. Çox sağ ol. Bərilə görmə. Bu nə üzükdür? Üzüyüddə o bildiyimiz. Neyirsən ki o? Nərminə evlənmə təklif eləyəcəm. Nərminə. Bir... Aydanın padurqası Nərminə. Hədə o neçədən Nərmin tanıyırsan? Taktikanı dəyişmirsən, hə. Nə çaqqal adamsan, hə sən. Ağzıma gələn danışma. Nə taktika? Deyirəm, evlənmə təklif eləyəcəm. Bildiyimiz evlilik. Bu belə toy, gəlin maşını, o ata qızı fırladır belə çırağın başına. Düzdür, çoxsu fırlatmır. İndiki elə bir adət-ənənələr dəyişiblər axı. Ona çox fikir verən yoxdur. Vallahi mən əslində qınıyıram. Nə giz-giz danışırsan? Niyə ala? Onlara yalan deyirəm, amma bildiyimiz toyda hamıda necə olur? Məndə də elə. Niyə də ala? Murat, sevirəm də qızı. Niyəsiz adı yoxdur. Bəs eləmir bu. Sevirəm. Sevirsənsə mən heç nə deyə bilmirəm. Allah xoşbəxt eləsin. Çox sağ ol. İstəsə axşam restoranda evlilik təklif eləyəcəm. Mənim bir dənə qəşəng skripaç tap, amma daha qastamanız yoxdur, belə səliqəli. Bir dənə də qəşəng şampanski. Axşam mən üzüyü çıxardanda skripaç çıxır, sən də arxada şampanski ilə çıxırsan, bir dənə maraqlı ab-hava yaradaq orada. Bildiyimiz skripka. Hadi, hə. Sən əməlli romantik imişsən. Skripka, restoranda evlilik təklifi, şampanski. Halal olsun. Murat, Nərmin ən yaxşısına layiqdir. Çox qız tanımışam bu vaxta kimi. Amma onda tapdığımı heç kimə tapa bilməmişəm. Hə, baxayım. Amma Pabratski sənə bir şey deyim. Bu skripkadır, şampanskidir, evlilik təklifidir. Bunlar hamısı yaxşıdır. Bunlar təşkil etmək olar. Necə çatmır? Hə. Nə? Pul. Amma bu pulun qabaqcadan vermə. Belə şeylər qabaqcadan konkret olmalıdır. Hə, gedirəm mən uzaqlayırsan mən pulum var amma. Bəs sizdə qaraçılıq elədin də. Aynen qaraçılığa 450 manat maaş alıram. Göndərirsən qalır üstümdən. Ağa, nə ilə verim? Düşbəri. Murat, nağdım yoxdur, üstündə kartı ataram. Hə, sənin nağdın yoxdur, məndə ümumiyyətlə pul yoxdur. Ay, yaxşı da qaraçılıq eləmə. Gəl belə eləyək. Hə. Bir yerdə gedək, hardan alacaqsansa. Yolsuz bankomatdan pul çıxardım, oradan verim sənə. Hə, bax, o bal. Hə, telefon ver mən. Nə istəyirsən? 211 ilə bir dənə ona yığım mən. Ay, gəl də yolda yığarsan. Benzin vurasın mən. Vuraram ya. Fırlananda tek yerler unutulur pusuz açılan o seherler. Mama sen de fererlen çünkü getto birleşir göylerle. Fırlananda tek yerler unutulur pusuz açılan o seherler. Mama sen de fererlen çünkü getto birleşir göylerle. Saçım bütün yağ iləndi. Yenə gətiriblər evdən yeməyi, qoxuna bütün bilsən nə pis ilənir. Adil müəllim gəlsin məzuniyyətdən. Deyəcəm ki, hamıya tapşırsın ki, gətirib burada yemək yeməsinlər. Yaxşı da sakitləş, eşitdilər ki. Evdən çıxanda kimmişdim? Amma yadıma düşdü. Mən də gətirirdim o vaxtı. Ay, geçsin o günlər gəlməsin. Mən yemək sifariş eləmişdim də, onu düşümü götürüm gəlirəm.
Salam aleyküm. Arif də eləmi? Buyur. Sağ ol. Oldu. Hacı nənə, nətərsən ağac? Canıma azar qayırıram. Ağzımda dedim ki, get o qızın qabağına sür. Qadan qalım nənə, təmiz yadından çıxıb, işə gücə başım qarışıb. Narahat olmaya gedirəm götürüm. Davay, getdim mən. Sən mənə yadından çıxıb. Hə Kərim, nədir təcil olan? Rauf, Nərminə evlilik təklif edir. Bax gör təcilidir yoxsa yox. Nə? Gördüyün təcilidir də. Özü də restoranda təklif eləyəcək. Nə danışırsan sən? Düzəməli də görüm. Necə yəni? Nətər ya, necə kinolarda olur, şampanski, skripkalı zaddır. Kərim, nə edirsən, eləyirsən, o təklif olmur. Eşidirsən məni? Nətər qabağından ağarım mən. Çıxım nə deyim orada? Deyim ki, hayır, bu nikah kıyılamaz, siz kardeşdiniz. Düşürsən sən. Kino dedim, ağlım ancaq o gəldi də, neyniyim? İstəyirəm, mənim səsimi çıxartma burada. Sənə deyirəm ki, nə edirsən, elə, mane ol, başa düşürsən? O təklifi eləməsin, eşidirsən məni? Sən bilsən neynə? Hə? Sən ixtiyarı yığ. İxtiyarı? Adama nə qədər atqaz eləyər? Keçən dəfə də danışdıq, atqaz elədi də. Bir qulaq as da. Yığ, ona pul təklif elə. Mənə bax, mən onunla pul məsələsinə qatma. Keçən dəfə boğub öldürür də mən orada. Məndən ümumiyyətlə götürməyəcək o pul. Nə oldu? Nərindən götürə bilir, bizdən götürə bilmir? Doğrudan, mənə bax, bu keçən dəfə Nərmin ona pul verdi, o götürdü. Bu da elə ondan 5 manat, 3 manat alır, elə mənə çatanda düşür məndən nidaraj deyiniyə. Hə də mən də onu deyirəm. Sən dediyim elə. Yaxşı da başa düşdüm, uzatma, sonra narahat olma. İndi özüm zəng gəlib, danışacağım, həll eləyəcəm. Yaxşı, hələlik danışarıq. Hələlik, öpdüm. Öpürəm, nə bax elə bunu bambılı. Düşür. Araya saldım, öpdüm ha. Yaman ama. Yerimdə yanmıram. Bax qızı, telefonla da olsa yaman öpüşür ha. Gülnar. Salam, nətərsən? Tanımadım səni. Üzrü sayı səni gözlətdim. Mən prosta işləyirəm, işə başlamışam. Biraz başım qarışıqdı ona görə. Yaxşıyam. Bala saat əziyyət oldu. Yox, biraz Özüm yox. gedəcəkdim, prosta heç yer tanımıram deyə. Yox, elə şey olar. Düz deyirsən. Bakı biraz təhlükəli yerdir. Bura tanımayan üçün apasındır. Mən prosta özümü tanıyıram Bakını 5 barmağım kimi. İndi baxmadan iti var, qurdu var. Sən hara gedirdin? Mən Hara aparım səni? bura gedəcəm. Nədir bu? Həmzə... bilirəm. Solmaz xala ilə getmirsən sən? Tanıyırsanmı? Mən ora pendir gətirmişdim bir dəfə. Oradan pendir? Kətdən pendir gətirmişdim ora. Şeydir. İşte yığış gedək də. Metro ilə gedəcək, yoxsa necə? Metro nədir? Maşınla aparacağım səni. Mən maşınla. Yaxşı. Böyüyüb səni, maşallah. Siyasətlə eyni yaşdayıq, elə bir. Yox, o mənada demirəm. Yəni, belə də vaxt keçib, həyat keçib, böyümüşük. Onu sənə aparım. Nə oldu? Nə varsa, nə yaxşı? Yar gəlir görüşə, gözüm aydın yar. Sürüşə, gözüm aydın. İslanıb üstü başı yaz yarışından yarımı tökülür bir can alan naz baxışından. Qurbanam nazına, yurdumun qızına, qışına yazına. Bal kimi sözünə, qapqara gözünə, ay kimi yüzünə. Gülüm xoş gəlmisən, mənimkisən,
Ay ötür il dolanır öz gözəlim sən gözəlim. Ay ötür il dolanır öz gözəlim sən. Ata. Mən həkimlərdən qorxuram axı. Yekə oğlansan, xəstələnmək yaxşıdır. Qızdırman qalxsın, burnun axsın, qarnın ağrısın. Həkim istəmir də uşaqlara elə şey olsun. Həkimlər uşaqların dostudur, həkimdən qorxarlar. Onlar iynə vuranda ağrıdır axı. Həsən, sən nə boydasan? İynə bu boydadır. İstəsən o iynəni əlinlə sındırıb tullayarsan. Elə bir ağca qanat dişləyir də, orada nə var ki? Kişi sənə kişi eşindən qorxmaz. Bəs sən evdə tək qalanda qorxursan axı. Nədən qorxuram, onu zarafat eləm, ay sən. Sən gəlib orada burada nə deyirsən? Uşaq deyə danışır qardaş. Allah saxlasın. Allah sizinkiləri də saxlasın. Ata, biz həmişə başqa-başqa evlərdə qalacağıq. Ata, o əmiyə nə olub? O əmi deyə görsən, bax, vaxtında gəlib iynəsini vurdurmayıb, lap pis vəziyyətə düşüb. Bax, iynədən qorxmaq lazım deyil, sonrasından qorxmaq lazımdır. Xeyirli olsun, qorxmadım. Sağ olsun. Var həcin payı çatdı. Narahat olma. Özüm nəzarət edirəm. Qətiyyən narahat olma. Bilsən niyə? Mən bu dediyim oğlan var ha. Ona özüm kimi daver eləyirəm. Elə bir iş görür ki, nə şiş yanıb, nə şavaq. Narahat olma. Gəl. Bax, o deyir gəldi. Şiş kebabı yandırmayan oğlan gəldi. Gəl. Gəlmək olar. Gəl, xoş gəlsən, gəl şey. Yaxşı kebab çəkməyi var ha. Gəl, xoş gəlsən. Nətərsən? Nə var, nə yox. Əyləş görüm. Otur, otur. Nə oldu, nətər keçdi birinci iş günü? Yaxşı keçdi əmi. Apardım bütün sumkaları zadı verdim təhvil ürəyini istəyən. Ya xəbərim var, canavarsan ha, halaldır. Nə oturursan? Sevindir də, sevindir, uşağı da sevindir də. Buyur, xeyirli olsun. Götür, götür. Halal da məsuliyyət uşaq. Dəsən, maşindən verirsən amma bunu indən verirsən basıb xərcləyəcəm, manaqında heç nə qalmayacaq. Ha, onu əmilər sayeboy kimi verirlər kiməsə. O sənin haqqındır, narahat olma. Çox deyəm bu. Yadında saxla, hər işin məsuliyyəti var. Məsuliyyəti gördüyün işə görə də sən haqqını almalısan. Yaxşı, bunu gələcəksin, qulağını sırıq elə. Sənin də. Allah köməyiniz olsun. Siz elə deyirsiniz, siz elə. Onu qoy qırağı, vurursan biz. Yox, əmi, mən maşın sürürəm. Yox, maşın demişkən. Hə. Açar da sənə təhvil verin maşını. Qoy, neyin də mən açarı? Sən sürəsən. Olsun məndə. Aclığın zadın var. Yox, əmi, elə mən gedim, tələsənəm, evə getməliyəm. İnşallah başqa vaxt. Ay qəşkə, birinci maaşı evzar. Yox, əmi, evə gəlirəm, yatmağa. Evə gedirəm, əmi, yatmağa gedirəm. Zənzənizlə gedirəm. Ya, utanma. Sağ ol, nuş olsun, gedərəm. Uğurlar sənə, uğurlar. Sağ ol, sağ ol. Məsuliyyət uşaqdır. Yəni, birinci işi hamısını dəqiqliyi ilə görür. Narahat olmama görə deyirəm. Özüm kimi güvənləm ona. Ya, bəlkə viski vuraq, nə oturursunuz? Ay, qaqaş, oradan bizə viski verdi, abi də. Gəldim. Allah gəl çıx da. Bir dənə şampanska var bilmirsən sən? Seçirdim də bayaqdan, neyini? Bu nədir? Burak zat deyil, orijinaldır bu. Allah nə bırakıyor, ən yaxşısını almışam, narahat olma, mənlikdir. Hardasan nə bəs 5 saatsan? Skripkan danışırdım da, elə zəng elədi. Aha. Qardaşım bir dənə skripka danışıb. Titanikdəkilər qələt eləyir yanında. Yaxşı, bəzəmə, mənə bax. Hə. Mən sənə restoranın konunu atıram. Mən gedirəm, əynimi dəyişim, nərimini götürüm, gəlim ora gecikməsən də, yaxşı? Yaxşı. Bax, üzüyü açdım, şampanskine girirsən içəri, yaxşı? Yaxşı, narahat olmaya, qardaşımın ən xoş günündə, səncə mən orada nəsə bir problem yaradaram. Uzadıma, Kərim, davay, davay. Seylə, mən də bir dənə tulla da seyə. Ay, nə tulla, tələsirəm mən, başım xarabdır. Allah məzələnirsən, soyuqdur maşının yanında tulla da. Bir dənə taksi vur, gedərsən, eybi yox. Davay. Getdi ya. Sındır. O, Aydın. Alo. Hə Aydan. Danışdın ixtiyarla. İnanırsan bu gün 1 qram başımı qaşımağa vaxtım olmayıb. Tez ol danışdı onunla. 5 dəqiqə şey edib, vaxt tapa bilmirsən sən buna. Yaxşı ürəyim, narahat olma.
Narahat olma, elə indi yığıram danışıram. Yaxşı, şiddi eləmə, tez ol. Öpürəm, öp. Bəhruz. Oy Bəhruz. Bəhruz. Bu nədir almısan? Nətərsən qaqa? Sağ ol, sən nətərsən? Bu oyun zad aldın, produksiz al, lazım olan şeylərdir. Bildim, nətər az pulla? Nətər hansı pulu? Qardaşı işləyir də, mən işləyən adamın pulu olur. Pulunu verdim, aldım. Qaqa, sən bir gündür də düzəlmirsən ki, bir günə, yəni bu alacaq qədər pul qazandı. Bir gün məndəki qaqa, o şeydir də, farizi demişdim sən, onun yanında işə düzəlmişəm ha. Orada işlədim, bir günə çıxartıb 500 manat pul verdim ha. Sənur. Bir günə 500 manat? Hə. Nədir ki? Qaqa, cəmaət o pulu qazanmaq üçün bir ay əziyyət çəkir, nə zülmlərlə qazanırsan, nətər bir günə 500 manat qazanır? Qaqa, laf yaxşıdan bir günə qazandı qardaşın onu. Gəl elə bir ay eşək kimi əziyyət çəkeyim. Ay xeyr, sən bu şəhərə gələndə dedim ki, nə iş görsən ki, qaqanla məsləhətləş. Mən nə bilim sən indi keyf nə iş görmüsən, o boyda şey almısan, kimə qoşulmusan, nə sən? Dəhşət sənir Bəhruz. Qaqa, kimə qoşulacam? O farizdir, farizlə səni tanış elədim. İşlədim o yanında, əziyyət çəkdim, çıxartdı pul verdi da. Özdə mən sana deyim ki, şəhərdə yaxşı pul var ha. Özüm ölüm. Prosta biraz göz açıq olmaq lazımdır, divijan olmaq lazımdır. İşləyəndə qazanmaq olur. Başa düşdüm, var. Deyirəm ki, ixtiyar, bugünkü bugün heç qardaş qardaşa 500 manat vermir bir günə. Nə fərqi var ay Bəhruz? Qazandım da, qazandım. Yəni, sən qazana bilmirsən də, o demək deyil ki, qaqa, şəhərdə pul yoxdur. Özdə burada sən istəyən kukuruzdan zaddan almışam. Su almışam, sok almışam, şirinyatına kimi, nə bilim, dönərinə kimi, ürəyin nə istəyir, hər şey almışam sənə. Ayıb olsun sənə. Ayıb olsun. Yekə oğlan sənə hara gəlsən? Nə sifət edirsən bana? 5 manat pul qazanmışam, onun paxıllığını çəkmək lazımdır. Mən burada özümə bir dənə də şey almamışam. Nə almışamsa sağ almışam. Sən də məni tutsan burada istintaqa, sorğu-suala, onu nə ağardın, bunu kimdən aldın, filan şey nətər oldu. İstintaqa tutmusan yox, nə bozarsan, hə? 3 gündür gəlmişsən, hər yemisən. Polisinə kimi düşmüsən ixtiyar. Başına nə iş gəldi, anca mən gəlirəm, nə bozarsan həmən? Gəlib nə yemisən, nə yemisən? Fariz gəlməsəydi qalmışdım orada. Gəlib nə ağardın? Və sən nə ol? Nədir? İxtiyar, bu günlər nə yeyirsən ye. Bir işinə qarışsam kişi də öləm. Qarışa da bilməzsən heç. Kukuruzlar da yoxdursa. Dağılmış şəhərdə gedirəm qalan məscidə. Bəlkə bu dəfə vicdanım nəfsimi incidər. Güclünün süfrəsində zəifin haqqı yeyilir. Gözə görünməz insan sən demə kasıbət deyilir. Bizdən gizli idi həyatın o biri qara üzür. Görən ölüb balıqlar axarı ilə ara üzür. Bizə həyat dərsi keçənlərin çoxu su kəsilib. Qoyuna gülüb bir dərəyə düşən insan nəsildir. İndi yaxın adamlardan uzaq qaçmaq dövrü. Üzündə gülən insanlar arxanca tüpürür. Bizim badəyə süzülən zəhərin dadı qatı. Qəlb açarı tanrıda amma şeytanda duplikatı. Qaqa nəsərsə? Sən ağıllanmadın da. Əsəb vaxtında yığırsan məni, nə istəyirsən? Hətta bir dəqiqə deyəndə, sən də əsəbləşmə elə bizdən gələn kimi əsəbləşirsən. Qız əldən gedir, Hansı qız? Hansı qız olacaq Nərmin? Rauf birazdan evlilik təklif eləyəcək. Nə qələt eləyirsiniz eləyin. Mənə nə yığırsan? Pula çağırırsan? Qaqa, elə Nərmindən aldığın pulu da gətirib salarsan bunların toyuna. Nə pul, hə? Nə bilim, Qoqo? Sən bilərsən. Nərmindən pul alırsan, ondan pul alırsan, elə bir dənə bizə çatanda kişiliyi tutur. Kim deyib pul sana? Kim deyəcək, özü deyib də. Dedi, ixtiyara pul verdim ki, da bir də mənim arxamıza düşməsin. Yaxşı deyib, valla, yaxşı iş qurmuşsun. Ondan 150, bundan 200. Mən özüm elə 450 manata işləyirəm. Belə baxıram ki, elə bir dənə külbaşı mənəm. Nə bilirsən, bəlkə də elə ən çox pulu mən təklif eləyəcəkdim sənə.
Korumatıma. Necədir əzizim, bəyəndin buranı? Çox qəşəng. Bağlatdırdım. Bugün istədim ikimiz baş-başa olaq. Kostyumun yaraşıb ha. Çox yaraşıbsan. Çox sağ olun. Sizin gözəlliyinizə yaraşmağa çalışıram. Ən xoşbəxt günün hansı olub? Ama yadıma gəlmir. Yəni düşünməmişəm bunun barədə. Ola bilər. Mənim amma ən xoşbəxt günüm Kərimi tanıdığım gün olub. Zarafat bir yana, bugünə kimi yaşadıqlarımızı hər şeyi qoyuram bir qırağa. Bugün ikimiz üçün də çox xoş bir gün olacaq. Söz verirəm. Amma qapını açırsan, Pramon girdin içəri, yenə kimi də elə cüldəd səni. Beethoven, Bilirəm. Chopin, Onu da bilirəm. Vivaldi. Bilirəm. Mən bunları oradan bilirəm. Nəsə, başım bıraq. Ulan, içəridəki adam mənə vacib adam deyə. Ha, qaqa nətərsən? İçəridədirlər. Kim? Mən səndən pul almışam, Nərmin. Sən kim buraxmalı bura? Sən sakit dur, sənə sonra danışacağam. Nəyə gedib burada yalan deyirsən ki, ixtiyara pul verdim, mənim dalımca gəlməsin. Mən sənin puluna qalmışam az. Nə pul, nə danışırsan sən? Nə kino çəkirsən, yalasan burada? Rayondan gələndə at oğrusuna oxşuyurdun. Kişi özünə maya buraxıb, əyin baş alıb indi. Kim olmusan, sən kasıb? Yalan. Qızın şotuna kişi olmusan, da la.